Yaxşılığı sonsuz, neməti bol olan Allahın adı ilə. Əziz müsəlmanlar, gözəl dostlar, ünsiyyətdə nə lazımdır, necə olmaq lazımdır, bu barədə ayələri inşallah zikr edək. Ancaq mənim bir başa düşdüyüm şey var, onu sizlərə çatdırım. Görün, siz də mənimlə razısınızmı? Bu belədir. Məsəl üçün, kiçik özündən böyüyə niyə deyəndə, cavab qaytaranda onu tərbiyəsiz, üzə duran, sonra cavab qaytaran kimi qiymətləndirirlər, pis münasibət edirlər ona. Ancaq mənim fikrimcə insan cavan olanda da yaşlılara cavab qaytara bilər. Çünki insana qıcıq dəyəndə bu beyni ötürülür və refleks var insanda. Elə şeylər var ki, qıcıqlar var ki, elə qıcıqlar var ki, onları qəbul edən insan cavab qaytarmazsa xəstələnə bilər. Cavab qaytarmayanda xəstələnə bilər. Belə bir şey çox mühümdür deyim ki, hətta şu an insanlar var ki, sakit adamlara çox qıcıqlar ötürürlər. Jestlər edirlər, pis formada, ağırlıqlar verirlər. Buna görə də cavabı veriləndə bu insanların mənfi enerjisi özlərinə qaytarılır, özlərinə keçir, yəni və onlar daha aralaşırlar. Asanlıq olmadığı üçün pis hərəkətlərinə son qoyurlar. Son qoymağa məcbur olurlar. Bu qədər və bir də deyim ki, kiçik vaxtlarından əgər məktəblərdə, insanlara məktəblərdə, institutlarda da Quran tədris olunsa, onda dünyada sülh əmin-amanlıq yaşayar, insanlar zülmətlərdən nura çıxar, bu barədə ayə var və düz yolda olarlar. Başlayaq ayələrə. Ünsiyyət barədə ayələrdən indi oxuyacağım. 2 dənə ayəni əvvəl vurğulayım ki, Allah Taala 4-cü surənin 87-ci ayəsində buyurur ki, kimin sözü Allahın sözündən daha düzgün ola bilər ki? Nəhl surəsinin 89-cu ayəsində Allah Taala buyurur ki, Quran hər şey üçün bir izah, müsəlmanlara da doğru yol göstərən rəhbər, mərhəmət və müjdədir. Quran hər şey üçün bir izahdır. Ünsiyyət barədə də ayələr var. Buyuraq davam edək zikrimizi inşallah axıra qədər səbirlə, ibadətdə səbirli olun Allah Taala buyurur. Səbirlə dinləyək. Allah Taala buyurur ki, salam veriləndə ya olduğu kimi alın, ya da daha gözəl surətdə salam verin, cavab verin. 4-cü surənin 86-cı ayəsindədir. Ancaq hamı bilməlidir ki, Allahdan başqa dost yoxdur. Bunu vacibdir bilək ünsiyyətdə. Müsəlmanlar müsəlmanlara dostdurlar, amma indi bildiriləcək, açıqlayacaq necə. Mələklər də dostdur. İndi onu da açıqlayacaq. Baxır kimə. Ancaq 29-cu surənin 41-ci ayəsində Allah Taala buyurur ki, Allahdan başqa dost yoxdur. Yəni, özünə dost hami qəbul edənlər bilsinlər ki, digərlərlə etdikləri dostluqları hörümçək yuvasının toruna bənzəyir, yuvasına bənzəyir. O da adi bir yel nəticəsində tezliklə dağılır. Yəni, insanlar bəlk ayaqda adamı qoyub qaçırlar. Allahdan başqa dost yoxdur. Kaş bilədilər deyir. Mən indi çox ayəni nömrəsi ilə deyəcəm. Çoxunu da tez-tez oxuyum ki, mənalarını yəni zikr edək, bilək. Əsas odur bilək. Quranı oxuyanlar mənim yalan demədiyimi görəcəklər. Ayələri zikr edək. İnşallah ömrümüzün axırına qədər. Təkəbbürdən uzaq olaq deyə Allah Taala bizə əmr edir. Allah Taala buyurur ki, təkəbbür edənləri pis cəza, cəhənnəm gözləyir.
Məsələn, Nəhl surəsinin 23-cü, 29-cu ayələrindədir. Bir-birimizlə ünsiyyət edərkən təkəbbürlü olmamalıyıq, lovğalanmamalıyıq. Allah Taala hərəni bir cür yaradır, birini digərindən nə var edəsə üstün yaradır ki, bizi sınayır. Ona görə də üstün olanlar digərlərinə lağa qoymamalıdır, tənə etməməlidir. Sonra bir-birinin qüsurlarını üzə çıxardır, qüsurlarını üzünə vurmamalıdır. Qeybət etməyi Allah Taala buyurur ki, qeybət etmək olmaz. Qeybət öz doğma qardaşının çiğ ətini yeməyə bənzədir Allah Taala. Yəni o qədər günahdır. Heç kimin gizli yönlərini araşdırmayın Allah Taala buyurur. Allahımız, gözəl Allahımız buyurur ki, heç kimin gizli yönlərini araşdırmayın. Yaxşılıq etməkdə və pis əməllərdən Allah Taala buyurur ki, çəkinməkdə əlbir olun. Yaxşılıq etməkdə və pis əməllərdən çəkinməkdə əlbir olun. Günah iş görməkdə və düşmənçilik etməkdə bir-birinizə kömək göstərməyin. Günah iş görməkdə və düşmənçilik etməkdə bir-birinizə kömək göstərməyin deyə Allahımız buyurur ki, həm də Allahdan qorxun, Allahın əzabı şiddətlidir. 5-ci, bu tərk edənlər, ayələrə tərk edənlər bilirlər ki, cəhənnəmə düşəcəklər. 5-ci surənin 2-ci ayəsindədir bu. Allahdan qorxmaq barədə danışın, Allah Taala buyurur. Bir-birinizlə danışarkən Allahdan qorxmaq barədə danışın. Yaxınlarınızı cəhənnəmə düşmələri qorxusu ilə, yəni haqqı anlatmaqla yaxın ətrafı qorxudun deyir. 26-cı surənin 214-cü ayəsində. Hədid surəsinin 21-ci ayəsində Allah Taala buyurur ki, yaxşı işlər görməkdə bir-birinizi ötməyə çalışın, yarışın. Yaxşı işlər görməkdə bir-birinizi ötməyə çalışın, yarışın. Quranda buyurulur ki, kiməsə sədəqə verəndə, Allah yolunda nəsə verəndə, sonra başa qalxmayın, əziyyət verməyin o adamlara, yoxsa savabınız heçə gedər. Buyurur ki, bir kasıba sədəqə verə bilmirsinizsə, onda onlara gözəl sözlər deyin. Buyurulubdur ki, ata-anaya of belə deməyin. Ancaq onlar Allaha şərik qoşurlarsa və Allah yolunda deyirlərsə, onlara itaət etmə, deyir Allah Taala. Buyurur ki, Quranda Allahın sənə olan nemətindən danış həmişə. Bayaq dedik bunu. Yəni, mən dedim ki, mələklər dostdurlar. Bəli, mələklər dostdurlar. Ayə var. Mənə də Allahın bu neməti var, mərhəməti var. Mənə mələklər dostluq üzrədirlər, dostluq edirlər. Mən mələklərlə dostluq edirəm. Belə ki, mələklərin dostluq etməsi barədə bir ayəni deyim, kimsə deməsin ki, baş xarabdır. Araşdıran, Quranı bilən onsuz da bilir ki, Allahın demək, peyğəmbərlərdən başqalarına da vəhy etməyi, mələklərlə dostluq, dinlərin təsiri, bunlar hamısı var. Amma baxır necə, kimə, necə, harada, nə üçün, bunlarda ayələr var. Kanalımda da bunu paylaşmışam. Mələklərin dostluğu barədə ayə, məsəl üçün, biz ölən zaman ayədir bu. Müsəlmanlar öləndə, möminlər öləndə, mələklər deyəcəklər ki, biz dünyada da, axirətdə də sizin dostlarınızı, dünyada da, axirətdə də sizin dostlarınızı. Mələklər təkcə çiyində oturub əməllərimizi yazan mələklər deyil. Quranı bütöv oxumaq lazımdır ki, oxumadan, yəni oxumaq lazımdır ki, bilək. Oxumadan özümüzü və ətrafı dərk edə bilmərik. Düzgün dərk edə bilmərik.
Sonra dördüncü mən de dedim, Allah buyurur ki, Allahın sənə olan mərhəmətindən danış insanlara. Allahın mənə mərhəmətidir ki, mələklər mənimlə dostdurlar. Mən dedim. Sonra dördüncü surənin 135-ci ayəsində Allah Teala buyurur ki, şahidliyiniz, mən Allah'a şahid tutaraq dedim onu və qulaq asın, vacibdir. Şahidliyiniz deyib buyurur ki, sizin özünüzün, ata-ananızın, ən yaxınlarınızın əleyhinə olsa belə düzgün şahidlik edin. Düzgün şahidlik edin deyə buyurur Allah Teala. Kasıba, varlıya fərq qoymadan düzgün şahidlik edin deyir Allah Teala. Buyurur ki Tanrımız, Mövlamız, gözəl Allahımız, dininizə lağ edənlərə, indi kimsə mənə lağ edərsə, mən ayələrə əsasən danışıram. Allahın endirdiyi ayələrdən düzgün heç nə yoxdur. Heç kimin danışığı Allahın danışığından düzgün deyil. Bəli, Allah buyurur ki, dininizə lağ edənlərə baş qoşmayın, onlarla bir yerdə söhbət etməyin. Sonra buyurur ki, kafirləri də söyləyin, yoxsa onlar Allahı söyərlər. Onlar da qadirsin Allahınızı söyərlər. Sonra buyurur ki, heç kimə sən müsəlman deyilsən deməyin. Sən müsəlman deyilsən deməyin. Bu 4-cü surənin 94-cü ayəsindədir. Çünki Allah Teala buyurur ki, çünki siz də əvvəl onlar kimi idiniz. Sonra Quran ayələrindən ünsiyyət barədə olan böyük günaha apara biləcək bir şeylərdən çəkinməyimiz üçün bunu da zikr edək. Allah Teala buyurur ki, ən böyük günahlardandır Allah adından yalanlar danışmaq. Allah adından yalanlar danışanlar cəhənnəmə gedəcəklər. Çünki elə adamlar insanları çaşdırırlar, Allah adından yalan danışır, inandırırlar kimisə avamları, sonra araşdırmayan, yəni avamlar da demək olar. Həm də var, avam gedirlər, deyil. Yəni araşdırmayan, tənbəllik edən axırı avam da olacaq, cahil də olacaq. Ona görə də tənbəllik etmək olmaz, avam olmamaq üçün də haqqa uymaq lazımdır. Məsəl üçün, sizə bir gözəl ayələrdən birini deyim, hansı ki, bunu bilən davalardan qaçmış olar. Məsələn, Furqan surəsinin 63-cü ayəsinə əsasən, cahillər söz atdıqlarında salam deyib keçmək lazımdır. Yalnızca salam deyib keçmək lazımdır. Əsəbləşib dalaşmaq yox. Mən bunu təcrübə etmişəm, həqiqətən çox gözəl olur. Yaramazlar adama saldıranda, belə deyək, türklər demişlər, saldıranda, cahillər, yəni söz atdıqda, salam deyirsən təkcə, bir də cəhd edirlər, çalışırlar ki, əsəbləşdirsinlər də. Bir də salam demişəm, çalışırlar bir də əsəbləşdirsinlər və salam dediyimdə artıq inanın ki, onların özləri çaşıb, donub qalıb, özləri hətta mənə salam deyiblər, yerlərindəcə donub qalıblar. Həm də mən də rahat olmuşam, çox rahatçılıq gətirir adama. Yalnızca salam deyib, vüqarla keçmək lazımdır, əsəbləşmək yox. Sonra 2-ci surənin 83-cü, 17-ci surənin 53-cü ayələrində buyurulur ki, insanlara gözəl sözlər deyin. Bir çox ayələrdə buyurulur ki, insanlara gözəl sözlər deyin. Ancaq Allah Teala buyurur ki, pis sözün ucadan deyilməsi də var. O Allah'a xoş gəlinir, yalnız zülm olmuş şəxslər müstəsnadır. Bu 4-cü surənin 148-ci ayəsində açıqlanır. Zülm olmuş şəxslər müstəsnadır. Sonra həddi aşanlar, ünsiyyətdə həddi aşanlara da Allah Teala buyurur ki, cavab vermək olar. Yalnız onların elədiyi qədər həddi aşmaq olar. Yəni ondan çox eləmək zülmdür. Həddi aşdıqlarından artıq cavab qaytarmaq günahdır, adam cəhənnəmə düşər. Bu 2-ci surənin 194-cü ayəsindədir. Sonra
Allah Teala 2-ci surənin 179-cu ayəsində buyurur ki, qisasda da həyat vardır. Qisasda da həyat vardır dedikdə azyaşlılar elə bilməsinlər ki, yəni yeni Qurana sarılanlar elə bilməsinlər ki, oxuyan bilir. Ancaq azyaşlı elə başa düşər ki, qisasda həyat vardır, onda gedim hər şeyə bətər-bətər, yəni qisas halında əslində elə deyil, necədir, nə zamandır, hər zaman yəni yox. Onu Allah Teala digər ayələrdə buyurur. 2-ci surənin 179-cu ayəsində Allah Teala gözəl Allahımız buyurur ki, mən sizə ağırlıq yox, yüngüllük istəyirəm. Allah bizə ağırlıq yox, yüngüllük istəyir. 2-ci surənin 185-ci ayəsindədir bu. Amma 2-ci surənin 179-cu ayəsində Allah Teala buyurur ki, demək qisasda da həyat vardır. Sizin üçün həyat vardır. Sonra həm də Quranda bu vurğulanır ki, gözəl aqibət təqvaya bağlıdır. Ona görə də bir şey var, deyir, qılınc yarası sağalar, söz yarası sağalmaz. Ona görə də gözəl təqvalı olmaq üçün ünsiyyətdə olan düzgünlüyü bilmək üçün düzgünlüyə aparan ayələrimizi hər zaman xatırlamalıyıq, bilməliyik. Gözəl aqibət təqvaya bağlıdır. Ünsiyyətdə düzgün olmasa, insan ünsiyyəti ilə fərqlənir axı. Yəni, dəhşətlər törənir. Ona görə də bu 20-ci surənin 132-ci ayəsindədir. Bilək. Ona görə də boş sözlər və faydasız işlərdən büsbütün üz çevirmək lazımdır ki, axırda pis söz-söhbətə gətirib çıxartmasın. Faydasız işlər, boş sözlər, bunlar lazımsız şeylərdir, batildir. Onlarla məşğul olmamaq, bu barədə əmr Möminin surəsinin 3-cü ayəsində bildirilir Allah Teala. Onda müsəlmanlıqdan çıxarıq, boş şeylərdən, lazımsız, faydasız işlərdən üst çevirməsə əgər, dindən çıxarıq. Diqqətli olmalıyıq. Yaradanımız həmçinin pisliyi yaxşılıqla dəf et deyə 41-ci surənin 34-cü ayəsində buyurur. Pisliyi yaxşılıqla dəf et deyir. Düz elə pisliklər var ki, dünyada görürük də nələr baş alıb gedir. Elə pisliklər var ki, heç cürə onun, yəni qisas əmri orada vacibdir. Qisas əmri daha uyğundur. Ancaq hər pisliyə də cavab qaytarmaq düzgün deyil. Elə də var ki, pisliyə yaxşılıqla cavab vermək lazımdır. Yaxşılıq edən çünki özünə edir, pislik edən də özünə edir. Zərrə qədər də yaxşılıq edən özünə etmiş olur, zərrə qədər də pislik edən özünə etmiş olur. Bu barədə 17-ci surənin 7-ci ayəsi, 99-cu surənin 9-cu, yox, 7-ci və 99-cu surənin 7-ci və 8-ci ayələri və digər ayələrdə buyurulur. Buyurulur ki, hər kəs öz əməlinin gürovudur. 52-ci surənin 21-ci ayəsi. İndi mən belə tələsə danışıram, çünki şam namazının vaxtıdır, indi bu çəkiliş zamanı çox az qaldı. Sizin də vacib işləriniz var, ancaq yenə də zikrimizi davam edək. Bu vaxta düşdü çəkilişim. Bizi çox sevən Yaradan buyurur ki, 8-ci surənin 46-cı ayəsində, çəkişməyin, zəifləyərsiniz, gücdən düşərsiniz. Yəni, bu spor edirlər, deyil, etməyin də, zəifləyərsiniz, gücdən düşərsiniz. Və səbir haqqında da 3-cü surənin 146-cı ayəsində Allahımız buyuraraq bildirir ki, səbir bildirir, onu oxuyarsınız inşallah, 3-cü surənin 146-cı ayəsini. Allahı sevənlər oxuyacaq, inşallah, imkan tapan kimi, çünki
Quranı ömrümüzün axırına qədər, bir söz deyim, ömrümüzün axırına qədər müəssər olan qədər oxumalıyıq hər gün. Bu da Quran ayəsindədir. Müəssər olan qədər deyir oxuyun. 3-cü surənin 146-cı ayəsində səbrin necə olduğunu Allah Taala açıqlayır. Mən başa düşürəm, yəni göründüyü kimi səbir dirənməkdir, susmaq yox. Səbir dirənməkdir. Ancaq 3-cü surənin 186-cı ayəsində bir şey vurğulanır ki, Allah Taala buyurur ki, Allaha şərik qoşanlardan, yəni müşriklərdən, kitab və kitab əhlindən olanlardan verəcəkləri əziyyətli sözləri eşidəcəksiniz və onlar əziyyətli sözlər deyəcəklər müsəlmanlara. Əgər səbr edib qorunsanız, əlbəttə ki, bu əzm lazım olan işlərdəndir, deyə buyurur Allahımız. Deməli, səbr etmək üçün əzm lazımdır, dirənmək üçün əzm lazımdır. Qurana əsasən çox az qalıb, xahiş edirəm, ünsiyyət barədə ayələri zikr edirik. Burada gözəllikdən başqa bir şey yoxdur. Sadəcə namazı, eyb yox, 5 dəqiqə, 3 dəqiqə qutarın, oxuyaq. Qurana əsasən hesab edin ki, mömin kişi və mömin qadınlar dostdurlar. Qurana əsasən Tövbə surəsinin 71-ci ayəsinə əsasən mömin kişilər və mömin qadınlar dostdurlar. Uca Allah buyurur ki, qadınlar digər ayələrdə buyurur ki, necə dostdurlar? İndi bunu Allahımız 71-ci ayəyə Tövbə surəsinə, 9-cu surənin 71-ci ayəsinə necə buyurur, necə göstəriş verir ki, necə dostdurlar? Onu mütləq oxumaq lazımdır. Çünki bilməyənlər çaşdıra bilərlər. Qadın naməhrəm kişi ilə naməhrəm qadının dostluğunun necə qurulması barədə ayə açıqlayır. Və ayə var ki, Uca Allah buyurur, qadınlar naməhrəmlərlə əzlə-əzlə danışmasınlar. Yad kişilərlə əzlə-əzlə danışmasınlar. Gözəl danışsınlar. Gözəl danışmaq da düzgün danışmaqdır, bilirik. Həmçinin Uca Allah Quranda buyurur ki, bir neçə ayədə düzgün danışsaq, səsimizi uzatmayaq, həm də insanlarla danışarkən səsimizi uzatmayaq. Ucaltmayaq, yaxşı mən tələsməyim. Xahiş edirəm, sizə böyük hörmətim var. Siz də ayələrə hörmət edərək az qalıb qulaq asaq. Səsimizi uzatmayaq danışarkən, qısaq səsimizi. Allahımız buyurur bunu. Hətta izah edir ki, uzunqulaq səsi ən pis səsdir. Buyurur ki, uzunqulaq səsi, yəni mənası ki, ayənin səsimizi ucaldaraq uzunqulaq səsi kimi səs çıxartmayaq. Danışığımızda səsimizi qısaq. Bunu təsdiqləyən ayələrdən bir qismi 17-ci surənin 53-cü ayəsi, 31-ci surənin 19-cu ayəsi, 33-cü surənin 32-ci ayəsi və s. Rəbbimiz buyurur ki, cənnətə gedəcək o kəslərdir ki, onlar sözü dinləyib, yalnız rasional olanına uyarlar. Ağıl sahibləri də elə onlardır. Onlar düz yolda olanlardır. Sözü dinləmək olar, ancaq hər sözə uymaq olmaz. Rasional olanına uymaq lazımdır. Bu 39-cu surənin 18-ci ayəsindədir. 35-ci surənin 10-cu ayəsində isə buyurulanlardan budur ki, hər kəs izzət, qüdrət, şan, şərəf istəsə, bilsin ki, bütün izzət və qüdrət, şan, şərəf yalnız Allaha məxsusdur. Yalnız Allaha məxsusdur. Bu müsəlmanların canında var, namazda tələsirlər. Nə qədər deyirəm ki, tələsməyin. Namazın vaxtı girib, şam namazının. Yenə də içində təlatüm var, yəni namazını vaxtında qılmaq istəyirəm, yeni başlarkən. Çox az qaldı, dinləyək. İnşallah, Allah işlərinizi avand eləsin. Buyurur ki, siz də mənə dua edin onu, inşallah. Bütün hamımız gözəllik içinə birlikdə cənnətə qovuşanlardan, axirət qazananlardan olaq inşallah. Şan şərəf, Allah Teala buyurur ki, bütün etibarın, şan şərəfin, yəni
İzzət qüdrətin mənbəyi Allahdır. Bütün şan şərəf yalnız Allaha məxsusdur. İzzət qüdrət yalnız Allaha məxsusdur. Allah Teala buyurur ki, bu 35-ci surənin 10-cu ayəsindədir. Allah Teala buyurur ki, yalnız gözəl sözlər Allaha yüksələr. Gözəl sözləri də uzaldan gözəl əməllərdir. Yəni, bir adam gözəl söz deyirsə, ona uymaq o zaman olar ki, əgər o söz onun əməlində varsa. Yəni, gözəl sözü demək asandır. Ancaq gözəl sözləri uzaldan gözəl işlərdir, deyə Allahımız buyurur. Pislik üçün hilə quranlar üçün şiddətli bir əzab vardır. Onların hiləsi isə yox olub gedər. Biz istədiyimiz səbrə, arzuladığımız səbrə, yəni hər kəs özünə səbr arzuluyur. Bilir ki, Allah səbr edənlərlədir. Səbrə ancaq Allahın yardımı ilə, Nəhl surəsinin 127-ci ayəsindədir, nail oluruq. Yəni, Allahın yardımı ilə ancaq səbrə nail oluruq. 7-ci surənin 126-cı ayəsi və digər ayələrdə buyurulduğu kimi, səbri dua ilə məsəl üçün edək, Allahın yardımı ilə nail olursa, birinci dua etməliyik, istəməliyik Allahdan. Allahla da ünsiyyət etməliyik. Allahdan istəməliyik. Məsələn, belə bir dualardan ayədə buyurulduğu kimi, ey Rəbbimiz, ey gözəl Rəbbimiz, üzərimizə bolluca səbir ver, səbir yağdır. Üzərimizə bolluca səbir yağdır və bizi müsəlman olaraq öldür. Amin. Amin. Siz də amin deyin, inşallah. Amin. Mən də sizin üçün amin deyirəm. Cümləmiz üçün. Gözəl insanlar, əzizlərim. Gözəl insanlar, əzizlərim. Ancaq insan bunun gərək heç yadından çıxartmasın ki, Allah həddi aşanı və yalancını doğru yola müvəffəq etməz. Mümin surəsinin 28-ci və digər ayələrindədir ki, yalançılıq da bu həmin Allah həddi aşanı və yalancını doğru yola müvəffəq etməz. Mümin surəsinin 28-ci ayəsindədir. Allah Teala buyurur ki, digər ayədə ki, şeytanların kimə nazil olduğunu sizə deyilmi? Yalancılara və hər bir günahkarlara. Şeytanlar nazil olur yalancılara, hər bir pis şeyin də kökündə, özəyində yalan vardır. Ona görə də qətiyyən yalan danışmaq olmaz. Dilimizi bir qram da yalana öyrətməməliyik. İnşallah heç zaman zalim olmayaq. Kiçik günahlardan da, böyük günahlardan da qaçaq. Buna nail olmaq üçün də Qurana, Allahın ipinə sımsıkı sarılaq. Dində də ifrat etməyək. Bu belə ayə də var. Nömrəsi indi tələsirəm da həm də yadında deyil. Yəni axtarıb tapıb deyərəm bir gün. Yəni onu Quranı oxuyanlar görəcəklər. Özləri də ağıllı insanlar bilir ki, ifrat etmək olmaz. Allah buyurur ki, dində də ifrat etmək olmaz. Ünsiyyətdə də ifrat etmək olmaz. Buna görə də sağ olun, Allah amandır.